Salam, hər vaxtınız xeyirli olsun, dəyərli YouTube kanalımın izləyiciləri. Mən Mətanət Nəbiyeva sizlərə 3 iyun tarixində ARTİ tərəfindən keçirilmiş tarix fənninə uyğun kurikulum sertifikasiya suallarının izahını təqdim edəcəm. Vaxt itirmədən keçək izaha. Əgər digər fənlərdən də sınağın izahını görmək istəsəniz, mütləq kanalımıza abunə olub bildirimləri açmağı unutmayın. İlk sualımız şagirdlər bir tarixi dövrə aid yazılı mənbələri araşdırır, həmin dövrə uyğun olan dil normalarını təhlil edirlər. Burada inteqrasiyanın növlərini biz nə etməliyik? Müəyyənləşdirməliyik. Burada konkret olaraq dövr göstərmədiyi üçün, məkan göstərmədiyi üçün və yaxud da ki, sinifdən sinifə inteqrasiya olmadığı üçün mən fəndaxili inteqrasiya modeli olan variantları çıxıram. Yerdə qalır necə inteqrasiya? Burada sadəcə tarixin komponenti və yadda saxlayırıq Azərbaycan dilinin komponentləri olduğu üçün inteqrasiyamız fənlər arası inteqrasiya olacaq. Yəni, həyatla əlaqələnmədiyi üçün və yaxud da ki, müəyyən bir problemin həllinə yönəlmədiyi üçün fənn üstü olanlara çıxacaqsınız. Müəllimə əsasən A və B variantları arasında qalıblar. Bəzi testlərdə olur ki, test müəllifləri fəndaxili, fənlər arası olaraq eyni situasiyada götürürlər. Amma əgər mənim subyektiv fikrimi soruşsaz, fənlərin arasında inteqrasiya varsa, biz orada fəndaxilini yəni götürməyimiz artıqdır. Düzdür, bəzi testlərdə yenə deyirəm, qarşınıza çıxacaq. Amma daha doğrusu bu şəkildə olandı. Yəni, burada tarix və Azərbaycan dilinin arasında olan inteqrasiyadan tarixi dövr və onu Azərbaycan dilinə inteqrasiya etmişik ki, dil normalarını müəyyənləşdiririk. İkinci sualımız. Müəllim şagirdlərə tapşırır ki, Azərbaycanın müxtəlif tarixi dövrlərində tətbiq olunan idarə etmə formalarını müqayisə etsinlər və deməli, burada nə edirlər? Hər dövrün qanunvericilik prinsiplərini mənbəyə görə əsaslandırsınlar. Əgər sən öz baxış bucağından nəyisə əsaslandırsan, sən hər hansı öz mövqeyini müdafiə etmək üçün ortaya arqument gətirsən, yəni belə deyim də, məhkəmə mövqeyində olsan, özünü müdafiə etməyə çalışsan, dəlil qoysan, o dəyərləndirməkdir. Amma hazır mənbə və yaxud da ki, hər hansı xüsusiyyətə görə əsaslandırma yadda saxlayırıq ki, təhlil etmək mərhələsi ilə işlənir. Əsaslandırma feili ikili feildir. Bir dəyərləndirmək mərhələsi ilə işlənir. Dəyərləndirməkdə öz baxış bucağından söhbət gedir. Öz baxış bucağı, öz prizmasından baxır məsələyə. Amma nə deyir? Qanunvericilik prinsipini mənbələrə görə əsaslandırsınlar. Yəni, hər hansı mənbəyə görə fikrimi əsaslandırıramsa, şagird əsaslandırsa, bu təhlildir. Desə ki, öz baxış bucağına uyğun əsaslandır, öz baxış sferana uyğun əsaslandır, o zaman dəyərləndirmə götürə bilərik. Üçüncü sualımız. Şagirdlər Azərbaycanın tarixi şəxsiyyətlərindən birini seçir, onun fəaliyyətinə uyğun motivasiya edici sloqan hazırlayır və bu fikri plakat üzərində rəng, simvol və kompozisiya vasitələri ilə ifadə edirlərsə, burada deməli, idrak taksonomiyasının hansı növündən istifadə olunub? Deməli, burada şagirdlər nə isə yaradır. Bax, nə edirik? Sloqan hazırlayır, plakat üzərində rəngli, simvol, kompozisiya şəklində. Yəni, şagird nəyisə hazırlayır, nəyisə hazırlamaq. Hansı mərhələ ilə işlənəcək? Təbii ki də, yaratmaq mərhələsi ilə. Yəni, motivasiya edici sloqanı şagirdlərim hazırlayıb, eyni zamanda plakat üzərinə köçürüb, plakatı rəngləyib, simvollardan, kompozisiyalardan istifadə ediblər. Yəni, yeni bir ideya yaradıblar. Məsələn, sən poster hazırlayırsan və yaxud da ki, nə bilim, hər hansı bir plakat hazırlayırsan. Onlar hər biri nəyə daxildir? Yaratmaq mərhələsinə daxildir. Keçid edirəm 54-cü suala, yəni bizim 4-cü sualımıza. 4-cü sualda müəllim summativ qiymətləndirmə üçün əvvəlki illərdə istifadə olunmuş test nümunəsi götürür. Lakin həmin test hazırki tədris proqramında nəzərdə tutulan, yəni köhnədir də, testimiz köhnədirsə
və hal-hazırki təlim nəticələri ilə uyğun gəlmirsə, gəlin baxaq. Burada təbii ki, uyğunluq pozulub. Uyğunluğun digər adı necə idi? Validlik. Əgər nə keçmişəmsə, onun uyğun da qiymətləndirməni aparmalıyam. Əgər keçdiyimə uyğun mən qiymətləndirmə aparmıramsa, bu deməli validliyin pozulmasıdır. Validlik pozulub çünki test ölçməsi nəzərdə tutulan təlim nəticələrini yoxlamır. Etibarlıq burada əgər nəticələr tutuşmasa faiz etibarilə kəskin fərq olsaydı etibarlıq olardı. Obyektiv, yəni burada hər hansı bir rəydən söhbət getmir, şəffaflığın pozulmasından demir ki, müəllim bir şagirdə başqa şərait yaratdı, digər şagirdə fərqli şərait yaratdı. Humanistlik burada yəni şagirdə emosional olaraq təzyiq göstərmir ki, biz humanistliyin pozulmasını, yəni validlik, uyğunluq nə keçmisənsə, onu da ölçməlisən. Yəni sən şagirdə keçmədiyin bölmədən və yaxud da ki, tədris etmədiyin bölmədən, daha öncəki illərdə olan, lakin bu il olmayan bölmədən sual ünvanlaya bilməzsən. Verilənlərdən biri effektiv müəllim valideyn. Bax, diqqətli oluruq. Effektiv müəllim valideyn münasibətlərinə aid deyil. A variantı müəllim məktəbdə və sinifdə valideynlərin bu aiddir. Yəni atmosfer yarada bilər ki, iştirak etsin valideynlər. Bir saniyə bunu biraz böyüdək. Sonra B variantında nə deyir? Müəllim valideynləri övladlarının təhsili ilə bağlı fikirlərini və narahatlıqlarını bölüşə bilər. Bəli. C variantı müəllim istifadə olunan tədris materiallarının məzmununu anlamağa kömək etmək üçün valideynləri, yəni metodik resurs deyə bir şey. Bu müəllimə aid olan bir şeydir. Sən valideyni metodik resursla təmin et və yaxud da ki, nə bilim, metodik vəsaitlərlə təmin et. Valideyn gedib jurnal yazmayacaq və yaxud da ki, sinifi yönəltməyəcək, sadəcə öz övladını yönəldə bilər. Ona görə C variantı uyğun olmayan variantdır. Müəllim valideynə övladının təlim-tərbiyəsi ilə bağlı narahatlığı həll etməyə hazır olduğunu bildirir, düzgündür. Müntəzəm olaraq sinif fəaliyyəti, tapşırıqlar və gözləntilər haqqında valideynləri məlumatlandırır, düzgündür. Amma valideynə metodik vəsaiti təmin etmək və yaxud da ki, deyim ki, dur iş dəftərini tərtib elə, tapşırıq tərtib elə, yəni sizcə belə şeylər normaldırmı? Təbii ki də normal deyil. Sonra valideynlə məktəb münasibətlərini inkişaf etdirmək üçün hansı yanaşma yanlış sayılır? A variantı valideynləri məktəb mühitində iştiraka təşviq etmək, onların məktəb həyatında rol oynadıqlarını təmin etmək. Təbii ki də düzdür. Yəni valideyn əslində məktəb həyatının düzgün fikirləri ifadə edirsə, məktəbə töhfəsi, sinifə töhfəsi dəyəcəksə, niyə də olmasın? B variantı münasibətləri yalnız akademik nəticələrə görə dəyərləndirmək. Yəni zaten burada müəllim, daha doğrusu valideyn məktəb münasibətlərindən söhbət gedir. Lap şagird müəllim münasibətləri olsa belə, münasibətləri yalnız akademik nəticələrə görə bölmək olmaz ki, hə bu şagirdin nəticəsi yaxşıdır, o valideynlə daha yaxşı münasibət qurum və yaxud da ki, ola bilər ki, şagird həddindən artıq əziyyət çəkib, işləyib öz üzərində, nəticələri bir o qədər ürəyi açan olmasa belə biz nə etməliyik? Təbii ki, onun çəkdiyi əziyyəti, sərf etdiyi vaxtı dəyərləndirməliyik. Valideyn görüşləri, tədbirlər ola bilər. Müntəzəm rəy, informasiya paylaşmaq ola bilər. Valideynlərə maarifləndirici resurslar təmin etmək, təqdim etmək təbii ki də ola bilər. Burada artıq olan variantımız olacaq. Hansı variant? B variantı. Sonra keçid edirəm. Deməli, neçənci sual olacaq? 57-ci. Deməli, 57-ci test sualında müşahidə olunur ki, yuxarı sinif şagirdlərindən biri öz sinif yoldaşlarına bullyingə məruz qalır. Belə ki, tez-tez onun əşyalarını gizlədir. Yoldaşları arasında xətrinə dəyən sözlər deyir. Burada müəllimin ən effektiv addımı hansıdır? Deməli, A variantı valideyn şagirdlərlə görüşmək. Xeyr. B variantı sinifdə dərs deyən müəllimləri, məktəb psixoloqunu məsələnin həllinə cəlb etmək, sinifdə belə mənəvi dəyərləri aşılamaq olmaq, şagirdə güclü olmağı tapşırmaq, yəni bu bullyingə məruz qalmısan, güclü ol, belə hallar yol verilməzdir. Yəni o şagirdə də bullyingə məruz qaldığını əslində aşılamaq lazım deyil. Bullying edən şagirdi yanına çağırıb danlamaq bu səhvdir. Y variantında səhv, burada valideyn sözü var. Bax, o valideyn sözü olmasaydı,
biz hardasa variantı düz götürə bilərdik. Sadəcə orada valideyn sözü uyğunluğu pozduğuna görə düzgün cavabımız olur B variantı. 8. 58-ci sualda dərs zamanı bir neçə şagird tez-tez zarafat edir, bir-biri ilə danışır, sinifin diqqətini yayındırır. Müəllimin xəbərdarlığından sonra qısa müddət sakitləşsələr də davranışı yenidən təkrarlayırlar. Digər şagirdlərin bir qismi bu davranışlara qoşulur, bir qismi fokuslana bilmir. Bu vəziyyətdə müəllim nə edə bilər? Təbii ki, bu vəziyyətdə müəllim sinifin qaydalarını xatırlada bilər, şagirdin şəxsiyyətinə deyil, onun hərəkətinə yönələ bilər. Bir əks əlaqə də hətta verə bilərəm, düzdürmü? Baxırıq. Əsas diqqəti həmin şagirdə yönəltmək. Yəni belə deyim də, şagird nə qədər qaydanı pozsa da, biz bilirik ki, həmin şagirdə demirik də, gözün üstə qaşın var, olmaz. Yeniyetməlik dövrünün tələbi kimi, xüsusiyyəti kimi qəbul edə bilərsən, amma o biri şagirdlərə sən mane olacaqsan axı. Həmin şagird mane olacaq. Ona görə beyni də düz götürmürəm. Sinifdən çıxarmaq bunu onsuz da sildik ki, olmaz. Sinif qaydalarını xatırlada bilərəm, şagirdin şəxsiyyətinə deyil, konkret hərəkətinə yönələn əks əlaqə verə bilərəm ki, yəni qaydanı xatırlada bilərəm, biz dərsdə danışmırıq və yaxud da ki, yemək yemirik və s. Danlamaq, bunu da onsuz da çıxırıq ki, danlamaq olmaz şagirdə. 59. Bir şagird qrup içində lider olur, lakin digər qrup üzvləri ilə münasibəti pisdir. Və bu da qrup işinin gedişatına mənfi təsir göstərir. Müəllim necə deyir, problemi həll eləsə, daha effektiv ola bilər. Gəlin baxaq görək. Deməli, şagirdin liderlik rolunu əlindən ala bilmərik. Bir olanı çıxdıq. Qrup üzvünə mübahisələrin həll etməyin, xeyr, o mübahisələri mən məsələn qrup işində etməsələr belə, orada belə deyim, istiqamətləndirsəm biraz, sonra yenidən biz bu problemlə qarşılaşacağıq. 3. Liderliklə bağlı yönəldici sual verə bilərəm. Bəli. Qrup liderinin fəaliyyətini müşahidə edərək diqqətdə saxlamaq əlavə dəstəyi ilə təmin edə bilərəm ki, bəli ki, yəni hansı ki, onların o negativ münasibətləri qrup işinə gəlməsin. Sonra zaman-zaman şagirdlərlə əlavə söhbət edərək onların arasında da o buzquran strategiyalardan istifadə edərək nə edə bilərik? Həmin o negativ münasibətləri azalda bilərik. Və sonuncu sualımız 60-cı test sualı. Cədvəldə verilənlərdən doğru sütunda səhv yerləşdirilənləri müəyyən edin. Yəni uyğunluq cədvəlidir. Birə baxırıq nə? Birdə bizdən nə tələb olunur? Şagirdə fasilitasiya etmək, ona kömək etməmək deməkdir. Sizcə belə bir yanaşma olarmı? Xeyr, bir olanları mən çıxdım. 2. Şagirddə məntiqi təfəkkürü formalaşdırmaq üçün onlara məntiq xətalarını, yəni sadəcə sizcə məntiq xətalarını biz şagirdə izah etməklə məntiqi təfəkkürü formalaşdıra bilərikmi? Təbii ki, xeyr. Çünki məntiqi təfəkkür ancaq məntiq xətalarından ibarət deyil. 2 olanında çıxdım, 1 olanda yerdə 3 və 4 qalır. Şagirdin maraq istəklərini summativ qiymətləndirmədə nəzərə alma, effektiv müəllim şagird. Yəni, belə deyim də, summativ qiymətləndirmədə maraq istək deyə bir şey yoxdur. 3-ü götürdüm, yanlış. 4. Şagirdin müşahidə yolu ilə əldə etdiyi informasiyanı necə emal etməsi, onda emosional təfəkkürün nə dərəcədə inkişaf etdiyini, şagirdin deyir, müşahidə yolu ilə əldə etdiyi informasiyanı necə emal etməsi, onun emosional, belə deyim də, təfəkkür nə əlaqə? Yəni, emosional təfəkkürlə burada hər hansı bir əlaqə müşahidə olunmur. İnformasiyanı emal etmək, informasiyanı öyrənmək daha çox məntiqi təfəkkürlə bağlı olur və emosional təfəkkürlə bağlı deyil bu.